5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıl rayonunda təntənəli tədbir keçirilib. Tədbir Elm və Təhsil İşçiləri Əmkarlar İttifaqı İsmayıl rayon komitəsi, İsmayıl rayon icra hakimiyyəti və İsmayıl təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir İsmayıl şəhəri Talısnan liseyində davam etdirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən İsmayıl rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov müəllimləri bu əlamətdar gün münasibətilə təbrik edərək onların çətin, lakin şərəfli fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, xalqımızın milli düşüncəsində müəllimlik peşəsi həmişə yüksək mənəvi dəyərlərlə, ziyallıq və ucalıqla assosiasiya olunub. Çıxış edən digər natiqlər Elm və Təhsil İşçiləri Əmkarlar İttifaqı İsmayıl rayon komitəsinin sədri Hafiz Kərimov, şəhid anası və müəllimə Səmədova Sənubər, Talısnan liseyinin direktoru Elçin Məmmədov, təhsilin inkişafında qazanılan uğurların Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar. Sonda təhsilin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir məktəblər tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb. Müəllimlik sənəti şərəfli və məsuliyyətlidir. Hələ Ulu Öndər Heydər Əliyevin bir kəlamı vardı. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Doğrudan da müəllim hər bir qayğıya, hər bir diqqətə və hörmətə layiqdir. İsmailli təhsilinin uğurları hər il həqiqətən artır, çoxalıb və bu təhsilin uğurlarının qazanmasında müəllimlərimizin doğrudan da çox böyük əziyyəti vardır. Məhz buna görə də bu ilki müəllim günü münasibəti ilə biz hardasa 120 nəfərdən çox müəllimin təltif olunmasına, onların müxtəlif mükafatlarla, qiymətli hədiyyələrlə verilməsinə nail olmuşuq. Və bu şəraiti bizə yaratdığına görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarımızı, təşəkkürümüzü bildiririk. Müəllim olaraq həm ana, həm müəllim olaraq iki şərəfli hissi daşıyıram. Bugün Konstitusiya suverenlik ilində, yəni 2025-ci ildə 5 oktyabr müəllim günü münasibətilə belə bir tədbirə yığılmışıq. Belə bir günləri, belə bir suverenliyi bizə bəxş edən şəhidlərimizə həmişə borcluyuq. Öz sağlamlığını itirən qazilərimizə həmişə minnətdarım. 5 oktyabr müəllim günü münasibəti ilə bütün respublikamızın müəllimlərini ürəkdən təbrik edirəm. O müəllimlərin bizim Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Çünki bugünkü suverenliyi bizə bəxş edən şəhidləri məhz həmin müəllimlər yetişdiriblər. Onlara həm elmi savadlar, həm vətən sevgisi aşılayırlar. Mən bu münasibətlə bütün müəllimlərimizə ürəkdən təbrik edirəm. Təhsil Nazirliyinə, eyni zamanda Azərbaycan Həmkarlar Konfederasiyasına çox sağ ol deyim. Bugün Respublikanın hər yerində olduğu kimi Beynəlxalq Müəllimlər Günü təşkil edilib. Bu gün münasibəti ilə bütün müəllimlərimizi, beynəlxalq dünyada müəllimlik fəaliyyəti göstərən bütün insanları təbrik edirik, uğurlar arzulayır. Dövlətimizin təhsilə qayğısı danılmazdır. Biz müəllimlər də həmişə dövlətin dəstəyini hiss edir və söz verir ki, Azərbaycana daimi layiqli vətəndaşlar yetişdirəcək. Rafiq Həsənov, Elçin Məlikov, Nilufər Qəhrəmanova, İsmayıllı.